2-ci Korinflər 8-ci fəsil 9-cu ayə. Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız. Siz onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə, özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. Bu Rəbbin kəlamıdır. Amin. Kəlamına görə də izzət olsun. Özünə görə də izzət olsun. Ruhuna görə də izzət olsun. Bu ayənin içində 3 əsas fikir görürük. Birincisi, Məsihin lütfü ilə bağlı. Və Həvari deyir, Rəbb İsa Məsihin lütfündən xəbərdarsınız. Korinfdəki kilsəyə deyir, Rəbb İsa Məsihin lütfündən xəbərdarsınız. Məsihin lütfü xəbərdar olmalı olduğumuz həqiqətdir. Məsihin lütfü haqqında biz xəbərdar olmalıyıq. Və xəbərdar olmaqla kifayətlənməməliyik yalnız. Həvari deyir, siz artıq bu lütfdən xəbərdarsınız. Xəbərdarıq bu lütfdən. Hamımız xəbərdarıq. Hamımız xəbərdarıq. Və bu sadəcə bir məlumat deyil. Bu sadəcə bir məlumat deyil. Hansısa baş verən haqqında. Və bu sadəcə bizim başımızda qalmalı olan bir fikir də deyil. Lütf haqqında sadəcə məlumatlı olmaq kifayət deyil. Məsihin lütfündən xəbərdar olmaq həyatımızı o dərəcədə dəyişməlidir ki, həyatımıza o dərəcədə təsir etməlidir ki, ən azından o dərəcədə dəyişməlidir ki, kimlərdən fərqlənir? Məlumatı olmayanlardan fərqlənir. Əgər sən və mən Rəbbimiz İsa Məsihin lütfündən xəbərdar olduğumuz halda bu lütfdən xəbərdar olmayanlarla həyatımız eynidirsə, xəbərdar olmağın bizə təsiri nə oldu? Razıyıq bu fikirlə. Razıyıq bu fikirlə. Məntiqlə razı olmalıyıq. Və Həvari deyir ki, siz Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız. Demək ki, bu xəbərdarlıq bizə elə bir təsir etməlidir ki, bizə baxdıqda dünya deməlidir ki, bunların hansı bir xəbəri var. Bunların hansı bir qaydaları var ki, bizdən fərqlidirlər. Və fərq demişkən, sən necə fərqlənə bilərsən? Mən necə fərqlənə bilərəm? Və bu məlumat bizə gəlib, biz bu lütfdən xəbərdarıq və biz fərqlənməliyik və fərqimiz nədə olmalıdır? Geyimdə, saç düzümündə, düşünək, fərqimiz nədə olmalıdır? Bu xəbər bizi ruhani həyat yaşayanlara çevirməlidir.
Bu xəbər bizi ruhani həyat yaşayanlara çevirmək. İlk öncə daxildə və əqildə fərqli bir fərd kimi yaşamalıyıq. Ruhani həyat yaşatmalıdır bu xəbərdarlıq bizi. Təqdis etməlidir bu xəbər bizi. Ümid edirəm ki, təqdis sözünün mənasını başa düşürük. Şükranlıqla dolu olan insanlar etməlidir bizi bu xəbərdarlıq. Şükür edənlər olmalıyıq. Gileylənənlər deyil. Dua edənlər olmalıyıq, qeybət edənlər deyil. Sevənlər olmalıyıq, mühakimə edənlər, nifrət edənlər deyil. Sual verək özümüzə, hər birimiz özümüzə, qonşumuza deyil. Varmı bu xüsusiyyətlər məndə? Varmı bu fərqlilik məndə? Varsa, çox gözəl, amma daha çox olmalıdır. Daha çox olmalıdır. Həyatımızın daha çox sferalarına təsir etməlidir. Və hətta deyərdim, hər sferasına, hər sahəsinə təsir etməlidir. Və geyim, saç düzümü, bunlar ən axırda gələnlərdir. Varmı bu fərqlilik məndə? Məsihin lütfü haqqında bizə mesaj verilir. Məsihin lütfü haqqında bizə xəbər verir bu ayə. Məsihin lütfü haqqında xəbər verir Rəbb sənə. Məsihin lütfü haqqında, Məsihin lütfü haqqında, Məsihin lütfü haqqında ki, sən lütf almısan. Lütf almısan. Lütf almısan. Anlayırıq biz bunu. Sən lütf almısan. Ayağın daşa deyir. Sən lütf almısan. Problemin var, sən lütf almısan. Xəstəliyin var, sən lütf almısan. Münasibətlərdə problemin var. Rəbb deyir, sən lütf almısan. Sən lütf almısan. Bütün bu şeylərin içində sən daha dəyərlisini almısan. Sən lütf almısan. Nədir onun lütfü? Nədə onun lütfü özünü təzahür etdi? Nədə biz onun lütfünü görürük? Mənim pul qabımın böyüklüyündə və yaxud hansısa bir uğurlarımda, karyeramda, münasibətlərimin hamısının gözəl olmasında nədə tapmışıq lütfü? Nədir lütfü ümumiyyətlə sənin üçün, mənim üçün? Bəzən biz məsihçilər lütf haqqında da anlayışımız təhrif olunub. Nədir onun lütfü? Kəlam deyir, sən lütf almısan, Məsihin lütfündən xəbərdarsınız. Məsihin lütfü onun özünü fəda etməsində təzahür edir. Sənin üçün. Bu mesajı özümüzə, ürəyimizə hopmasa, hisslərimizə hopmasa, düşüncəmizə hopmasa, bizim fərqliliyimiz dindarlıqdan başqa bir şey olmayacaq. Biz fərqliliyimizi insanların gözünə soxmaq üçün edəcəyik. Məsihin lütfü onun özünü fəda etməsindədir, həmd olsun o. Özünüzə bəyan edin. Özünüzə bəyan edin. O kəlamda bir yer var, mən vaxtilə o dua ilə çox dua edirdim. Ya Rəbb, inanıram.
Amma imansızlığıma yardım et, daha çox inanım sənə. Nə edirəmsə sənə görə daha çox olsun. İnanıram, ancaq imansızlığımdan kömək et mənə ki, qurtulum. Özümüzə qəbul edək bu mesajı ki, Məsih mənə lütf göstərib. Məsih mənə lütf göstərib. Məsih mənə lütf göstərib. Və bu dünyada vəziyyətimdən asılı olmayaraq, mənim öz şəxsi vəziyyətimdən də belə asılı olmayaraq, Məsih mənə lütf göstərib. Çünki o özünü mənim üçün fəda edib. Məsihin lütfü sənə verilib. Məsihin lütfü sənə verilib. Məsihin lütfü sənə verilib. Kamil olan, kamil olmayan üçün fəda olur. Kamil olan, kamil olmayan üçün fəda olub və lütf verib. Məsih bizə layiq olmadığımızı verib. Heç birimiz layiq deyilik. Məsih bizə layiq olmadığımızı verir. Təəssüf ki, bu sahədə də bizim problemimiz var. İndi özümüzə sual verək, həqiqətənmi mən dilimdən mi söyləyirəm, yoxsa həqiqətənmi içimdə belə bir his var ki, mən onun lütfüne layiq deyildim. Bəzən biz fikirləşirik ki, mənim qonşum layiq deyil. Mən isə layiqəm. Bəzən biz düşünə bilərik ki, mənim qonşum layiq deyildi, mən isə layiqəm. Həqiqətənmi özünü layiq olmayan kimi görürsən? Həqiqətənmi hiss edirsən ki, sən layiq deyildin bu lütfə? Və gəlin lütfün addımlarına baxaq. Lütfün addımlarına baxaq. Bu lütfün bizim üzərimizə, bizim həyatımıza gəlməsinə baxaq. Məsih Allahın oğlu göydə bütün izzətə malik idi. Məsih Allahın oğlu göydə bütün izzətə malik idi və kəlam bunu söyləyir. Lakin bizə həyat vermək üçün aşağı inir. Bizə həyat vermək üçün aşağı inir. Əzab və yoxsulluq içində yaşayıb ölməyi seçir. Əzab və yoxsulluq içində yaşayıb ölməyi seçir. Bu lütfdən xəbərdar olmaq sadəcə bir məlumatlı olmaq deyil. Allahın Rəbb İsa Məsih vasitəsilə bizə bəxş etdiyi lütfdən xəbərdar olmaq sadəcə bir məlumatlı olmaq deyil, gündəlik həyatımızda onun bu lütfünü xatırlatmaq və bu lütfə cavab verməkdir. Özümüzə sual verək. Məsihin mənim üçün etdikləri, Məsihin mənim üçün etdikləri mənim gündəlik düşüncələrimi, mənim gündəlik davranışımı, mənim gündəlik fikirlərimi necə dəyişib? Sual verək özümüzə. Sual verək özümüzə. Sual verək özümüzə. Mənim düşüncələrimə nə kimi təsir olur? Mənim davranışıma nə kimi təsir olur? İkinci bu ayənin içində Məsihin yoxsulluğu vurğulanır. Məsihin yoxsulluğu. Nə qədər paradoksal bir ifadədir. Məsih və yoxsulluq. Məsih və yoxsulluq nə qədər paradoksal bir fikirdir. Məsih izzətdən imtina edən padşahdır. Və kəlam onun üçün deyir ki, Məsih yoxsullaşdı. Özü varlı olduğu halda
sizin uğrunuzda yoxsullaşdı. Bugün Rəbbin sənə mesajı var. Öz lütfü haqqında danışır. Və bu lütfün sənə verilməsi üçün özünün yoxsullaşdığını sənə çatdırır bir daha. Necə qəbul edirsən bu mesajı? İlıqsanmı? Soyuqsanmı? Qaynarsanmı? Onun dediklərinə, onun dəvətinə dəyər verirsənmi? Ya biyvəçsənmi? Bura necə gəlirsən? Gəldiyin kimi də buradan çıxırsanmı? Yoxsa bu qapıdan çıxanda artıq başqa düşüncədə, başqa fikirdə, başqa niyyətdə, başqa ruhda birisi kimi çıxırsanmı? Özü varlı olduğu halda sənin uğrunda yoxsullaşana münasibətin necədir? Özü varlı olduğu halda, külli ixtiyar olduğu halda bir uşaq şəklində, aciz bir uşaq şəklində bu dünyaya gələnin mesajını dinləyərək necə baxırsan öz həyatına? İsa Məsih bütün kainatın yaradıcısı və sahibi idi. Müqəddəs kəlam Allahın tam və absolut həqiqətidir ki, hər şey onun vasitəsilə yarandı. Hər şey Məsihin vasitəsilə yarandı və yaranan şeylərdən heç biri onsuz yaranmadı. Səma onu izzətləndirirdi. Kəlam deyir, səma onu izzətləndirirdi. Səma ona izzət verirdi. Səma onu tərifləyirdi. Mələklər ona həmd edirdi. Bütün yaradılış onu tərifləyirdi. Lakin o, sənin üçün yoxsullaşdı. Betlexemdə kasıb bir tövlədə doğuldu. Bir tövlədə doğuldu. Sadə bir ailədə böyüdü. Onun, kəlam söyləyir, başını qoymağa yeri belə yox idi. Evi yox idi. Kəlam deyir, xalqı tərəfindən rədd edildi. Ən utanc verici ölüm, xalqının arasında ən utanc verici ölümlə edam olundu. O çarmıxa çılpaq olaraq mıxlandı. Bu rüsvayçılıq idi. Çılpaq olaraq. Yoxsulluq dedikdə, Məsihin yoxsulluğu dedikdə, ağlımıza dərhal maddiyyat gəlir. Çünki bizdə bir çox şeylər təhrif olunur düşüncəmizdə. O səbəbdən kəlam düşüncəmizin yenilənməsi, təzələnməsi haqqında bizə müraciət edir. Və yoxsulluq dedikdə ağlımıza dərhal maddiyyat gəlir, amma bu belə deyil. Məsihin yoxsulluğu onun izzətdən imtina etməsi idi. Məsihin yoxsulluğu sən günahkar insana görə, mən günahkar insana görə çarmıxa gedib, bizi müttəhimlər kürsəsindən qaldırıb, özünün oturmasındaydı. O, özü müttəhim kürsüsünə əyləşmişdi. O, bizə var olmaq üçün hər şeydən imtina etdi. Malik olduğu hər bir şeydən imtina etdi. Və biz də onu izzətləndirmək üçün həyatımıza baxaq, biz nələrdən imtina etmişik. Əksəriyyətimizdə belə bir yanlış təsəvvür var ki, mən onu izzətləndirmək üçün hələ daha da yaxşı yaşamalıyım. O bizə var olmaq üçün hər şeydən imtina etdi, hər şeyi fəda etdi. Hər şeydən imtina etdi, hər şeyi fəda etdi. Hər şeydən imtina etdi, hər şeyi fəda etdi. Hər şeyi, hər şeyi. Çarmıx öncəsi əynindəki paltarı da əskərlər çıxartdılar və püşk atdılar. O paltarı da əynindən çıxartdılar. O paltarını da sənə görə çıxartdılar. Məsihin yoxsullaşması baş verdi. Və Məsihin yoxsulluğu Allahın insanlara lütfünün mümkün olan ən dərin ifadəsidir.
Bundan daha dərin ifadəsi ola bilməz. Allahın lütfünün ən dərin ifadəsi Məsihin yoxsullaşması. Sual ver özünə. Xahiş edirəm, sual ver özünə. Dünyada bu sualı sənə heç kim verməyəcək. Dünyada bu sualı eşitməyəcəksən. Mən Məsihin yoxsulluğuna necə cavab veririm? Mənim indiki həyatım Məsihin yoxsulluğuna necə cavab verir? Mənim arzularım, mənim istəklərim. Onun çəkdiyi əzablar həyatımda nəyi dəyişib? Nə dəyişdi Məsihin çəkdikləri həyat? Onun əzab və ölümü yalnız bizim mövqeyimizi dəyişməli deyil. Mövqey nədir? Yəni bizim hara düşəcəyimiz, bizim kimliyimiz. Bizim təkcə kimliyimiz dəyişməli deyil. Misal üçün, mən artıq xilas olmuşam onun qurbanı sayəsində. Mən artıq xilas olmuşam və bu yetərlidir. Onun əzab və ölümü yalnız bizim mövqeyimizi dəyişməli deyil. Bizim düşüncəmizi və həyat tərzimizi dəyişməlidir. Bu haqda kəlam bizə dönə-dönə söyləyir. Bu ayənin içində üçüncü fikir, Məsihin yoxsulluğu sayəsində bizim varlı olmağımızdır. Bizim varlı olmağımız, yəni əbədi xəzinəyə malik olmağımızdır. Ayədir, siz onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə. Buradakı varlı olmaq maddi rifah deyil. Buradakı varlı olmaq maddi rifah deyil, ruhani zənginlikdir. Necə ruhən zənginləşdiririk özümüzü? 30-40 nəfərik burada. Neçəmiz səhər tezdən durub dua etmişik. Neçəmiz onun kəlamı haqqında zikr etmişik. Həftəmizi necə yaşamışıq? Maddi rifah deyil, ruhani zənginlikdir. Nədir bizim zənginliyimiz? Dünyadakıların malik olmadıqları verilib bizə. Dünyadakıların malik olmadığı lütf verilib bizə. Burada bütün ayə lütf haqqındadır. Bütün fikirlər bizi Rəbbin lütfüne yönətməlidir. Bizim zənginliyimiz onun lütfünü almağımızdadır. Dünyaya verilməyib, sənə verilib. Dünyaya verilməyib, sənə verilib. Dünyaya verilməyib, sənə verilib. Biz isə dünyada olanlar, dünyadakilərin nəyə malik olduqlarında fokuslanmışıq. Amma bizə verilən bu lütfdən, bu möhtəşəm lütfdən zövq almırıq, məmnun olmuruq. Sənə, bəli, şəxsən sənə dünyadakilərin malik olmadığı bir lütf verilib. Nədir bu lütf? Dünyadakilərin günahları bağışlanmayıb. 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 Sənin günahların bağışlanıb. Dünyadakilərin Allahla barışığı yoxdur. Kəlam deyir ki, biz Məsihdə Allahla barışdıq. Sən Məsihdə Allahla barışmısın. Dünyadakilara heç kim əbədi həyatı və səmavi mirası vəd etmir. Sənə isə bunlar Məsihdə lütf edir. Dünyadakilarda müqəddəs ruh yoxdur. Onlar müqəddəs ruha malik deyirlər. Sənin daxilində isə müqəddəs ruh var. Mən bu haqda düşünən zaman deyirdim, ya Rəbb, sən kəlamında dəfələrlə bunu söyləmirsən. Bizimlə olacağını, bizdə olacağını dəfələrlə söyləmirsən. Ata Allah deyir ki, səni əsla tərk etmərəm. Səni tənha qoymaram. Bu, onun bizimlə olmağına bir vədidir. Yezekildə deyir ki, öz ruhumu sizin ürəyinizə qoyacağım, ürəyinizi dəyişəcəyəm. Bu da bizimlə olmağına bir dəlalətdir. Məsih müjdələrdə deyir ki, dövrün sonuna qədər sizdəyəm.
Yahya müjdəsində deyir ki, mən sizdə qalacağam. Dünyadakılar buna malik deyirlər. Sənin daxilində isə nə qədər dünya üçün qəribə olan bir fikir də olsa, sənin içində isə Allah yaşayır. Bu lütfüdür Allahın sənə. Bu lütfüdür Allahın bizə. O səndə yaşayır. O səndə yaşayır. O səndə yaşayır. O məndə yaşayır. O məndə yaşayır. Həmd olsun ya Rəbb. Həmd olsun ya Rəbb, bizim şuurumuza, ağlımıza nə qədər də çətin sığan bir fikir olsa da sən deyirsən, mən sizdə yaşayıram. Mən hər zaman sizinləyim. Dövrün sonuna dək sizinləyim. Mən əsla səni tərk etmərəm. Əsla səni tənha qoymaram. Ya Rəbb, sən bizdə yaşayırsan ruhunla. Həmd olsun. Özünü zəngin sayan dünya, burada Məsih öz yoxsulluğu və bizim zənginliyimiz haqqında, bizim varlığımız haqqında danışanda Məsihin mesajının əks tərəfində digər bir mesaj var. O deyir, mənim yoxsulluğumla siz zənginləşdiniz və bu o deməkdir ki, dünya əslində yoxsul dünyadır. Sən bu dünyaya zəngin bir dünya kimi baxma. Sən kimlərinsə, nəyinəsə baxdıqda sən düşünürsən ki, onlar zəngindir. Ancaq bu mesajın içində bir mesaj var ki, dünya yoxsul dünyadır. Bu yeni bir əqildir. Bu ruhani bir əqildir. Sənə və mənə deyir ki, bu dünya yoxsuldur. Bu dünya yoxsuldur. Bu dünya yoxsuldur. Necə yoxsuldur? Bax, dünya nə üçün çarpışır? Bax, dünya nə üçün çarpışır? Sərvət üçün çarpışır dünya. Bax, dövlətlər nə üçün savaşır? Baxın, dövlətlər nə üçün savaşır? Sərvət üçün. Zəngin olsaydılar, sərvət istəyərdilər. Yox. Onlar yoxsuldular. Dünya yoxsuldur. Yoxsul olduqlarına görə savaşırlar, yoxsul olduqlarına görə insanları öldürürlər, yoxsul olduqlarına görə insanları tapdalayırlar. Nə üçün? Sərvət üçün. Dünya yoxsuldur. Yoxsuldur dünya. Nə üçün yoxsuldur? Çünki əffi yoxdur dünyanın. Nə üçün yoxsuldur? Çünki bağışlanması yoxdur. Nə üçün yoxsuldur bu dünya? Çünki barışığı yoxdur dünyanın. Dünya narahatdır, dünya qovrulur, dünya qıvrılır bu yoxsulluğun içində. Çünki barışığı yoxdur, Allahla barışığı yoxdur dünyanın. Ona görə də yoxsuldur, dilənçidir bu dünya. Vədi yoxdur bu dünyanın, lütfü yoxdur bu dünyanın. Çünki vəd lütfün içində gəldi. Ruhu yoxdur bu dünyanın. Ruh sənə verilib. Bu dünyanın ruhu yoxdur. Lütfü yoxdur. Çünki Məsihi yoxdur dünyanın. Sən isə Məsihdə zənginsən. Sən isə Məsihdə zənginsən. Onun yoxsullaşması ilə mən zənginəm. Onun yoxsullaşması ilə sən zənginsən. Rəbbin sənə mesajı var və sənə deyir, sən zənginsən, sən lütf üzərinə lütf aldın, bərəkət üzərinə bərəkət aldın, sən bağışlandın, sən əfv olundun, sən barışdın mənimlə, sənə ruhumu verdim, sənə hüzurumu verdim. Dünya isə yoxsuldur, sən isə zənginsən. Çünki mən sənin üçün yoxsullaşıb, özümdə olanları sənə verdim. Məsihin yoxsulluğu bizə göydə əbədi xəzinə qazandırdı. Biz indi Allahın övladları, varisləri, məqsədi yaşayan insanlar olmuşuq.
Özümüzə sual verək. Özümüzə sual verək, sən hansı zənginliyi arxasınca gedirsən? Məsihin yoxsulluq saydığı sərvətin mi ardınca gedirsən? Məsihin verdiyi zənginlik həyatının əsas xəzinəsidirmi? Bu yerdə dua edə bilərik, ya Rəbb, bizim əqlimizi dəyiş. Bizim əqlimizi dəyiş ki, biz sənin verdiklərini zənginlik hesab edək. Biz sənin verdiklərindən məmnun olaq. Biz sənin lütfüne görə şükran içində dolub daşanlar olaq. Bugün Rəbbin bizə mesajı var. Bugün Rəbbin sənə mesajı var. Lütfümdən xəbərdar ol. Ey kilsə, ey kilsə, ey evladım, lütfümdən xəbərdar ol. Mən sənə bugün bir daha xatırladıram, lütfümdən xəbərdar ol. Lütfümdən xəbərdar ol. Lütfümdən razı ol. Məmnun ol. Lütfümdən məmnunluq sənin düşüncələrini dəyişsin. Lütfümdən məmnunluq sənin həyatını dəyişsin. Baxışını dəyişsin. Gözləntilərini dəyişsin. Dua həyatını dəyişsin. İbadətini dəyişsin. Təslimiyyətini dəyişsin. Qurban verməyini dəyişsin. Fədakarlığını dəyişsin. Lütfümdən xəbərdar ol. Sənin zənginliyin üçün mən yoxsul oldum. Sənin zənginliyin üçün mən yoxsul oldum. Sən zənginsən. Mən yoxsul oldum. Deməli, sən varlısan. Bağışlanmısan. Allahla barışmısan. Əbədi həyata və izzətə maliksən. Müqəddəs ruha maliksən. Mən bu yerlə bağlı Avqustinin bir cümləsini oxuyacağım sizə. Bütün xəzinələr Məsihin bədəninin yoxsulluğu altında gizlədilir. Bütün xəzinələr. Məsihin bu dünyada olduğu zaman görkəmsiz bədəninin altında gizlədilir. Həmd olsun ona. Həmd olsun ona. Həmd edin ona. Və sonunda istərdim biz ayağa qalxaq və birlikdə Efeslilərə məktub səhv yazdım. Təəssüf ki. Mən oxuyacağım, siz təkrar edin. Efeslilərə məktub 1-ci fəsil 3-cü ayədən birlikdə, hamımız birlikdə oxuyaq. Bizə Məsihdə, təkrar eləyək, bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha, Rəbbimiz İsa Məsihin atasına alqış olsun. Və kəlam bizə söyləyir ki, bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verib Allah. Səmadakı hər cür ruhani nemətlə xeyir-dua verib Allah bizə. Səmadakı hər cür ruhani nemətlə xeyir-dua verib bizə Allah. Və bu, onun bizə olan lütfüdür. Bugün Rəbb sənə öz lütfü haqqında bir daha xəbərdarlıq edir. Bugün sənə bir daha xəbərdarlıq edir. Onun lütfünü dərk etmək, onun lütfü haqqında düşünmək, qoy bizim fərqliliyimizə gətirib çıxartsın. Qoy bizim həyatımızın dəyişməsinə, istəklərimizin, əməllərimizin, düşüncələrimizin dəyişilməsinə getirsin. Ucal ya Rəbb, ucal bizdə və bizim vasitəmizlə. Gəlin dua edək bu söz üçün.
Ata, Ata, sənə minnətdarıq sözünə görə. Nə şirindir sənin sözün. Nə şirindir sənin sözün, ya Rəbb. Sən bizə təsəlli verirsən. Sən bizə özünü göstərirsən. Və özünün bizim üçün nə etdiyini göstərirsən. Sən lütfkar atasan. Sən sevən atasan. Sən sona qədər, sonsuza qədər sevən atasan. Dünya yaranandan verdiyin vədləri yerinə yetirənsin. Vədləri sevdiyinə görə yerinə yetirirsən. Lütfünü sevdiyinə görə yerinə yetirirsən. Külli ixtiyar olduğuna görə icra edirsən. Külli ixtiyar olduğuna görə heç bir qüvvə, heç bir güc, heç bir zaman, heç nə, heç kim, heç vaxt, heç yerdə, heç bir güc sənə məhdudiyyət qoya bilmir. Halleluya. Minnətdarıq sənə lütfünə görə. Minnətdarıq ki, ya Rəbb, sən yoxsullaşdın bizə görə. Minnətdarıq ki, bu yer üzünə aciz bir insan bədənində məhdudiyyətlər içinə gəldin. Külli ixtiyar olaraq aciz bir bəşər cismində gəldin. Bizə görə bizim kimi oldun, bizim kimi sınandın. Döyüldün, söyüldün, təhqir olundun. Rüsva edildin. Çarmıxa çəkildin. Və yox oldun, yoxsul oldun bizə görə və bizi zənginləşdirdin. Yəni, bizim əqlimizi yeniləşdir. Qoy bizim əqlimiz də cismimizə, ruhumuza təsir etsin, dəyişilmiş əqlimiz. Ki, bizə sənin lütfün yetər. Bizə sənin lütfün yetər, bizə sənin yoxsullaşmağın yetər. Və biz anlayaq ki, biz həqiqətən də səndə varlıyıq. Bəyan edin özünüzə, bəyan edək qardaşlar, bəyan edək bacılar özümüzə ki, mən Məsihdə varlıyam. Mən Məsihdə varlıyam. Səma altında bütün ruhani nemətlər mənə bəxş edilib. Səxavətli atam elə səxavətlidir ki, heç bir şey məndən əsirgəmədi. Səxavətli atam elə ələ açıqdır ki, elə mərhəmətlidir ki, məndən heç bir mərhəmətini, heç bir nemətini əsirgəmədi. Sənə izzət verirəm. İzzət verin ona bu dəqiqə dualarınızda. Dua edin ona, şükür edin. Minnətdarlığınızı bildirin, şükranınızı bildirin. Ya Rəbb, şükür edirik sənə. Şükür edirik ki, səndəyik, şükür edirik ki, səni tanıyırıq, şükür edirik ki, adın var bizdə, Məsih. Şükür edirik ki, adın var bizdə, Emmanuel. Sən bizimləsən. Sən bizdəsən. Hər zaman belə olacaq. Səni ucaldırıq. Çünki dəyişirsən bizi. Səni ucaldırıq çünki danışırsan bizimlə. Səni ucaldırıq çünki içimizdəki hər bir qüsuru bizə göstərirsən. İçimizdəki hər bir acizliyi bizə göstərirsən və bunun nicat yolunu da, çıxış yolunu da göstərirsən bizə. Sənə həmd olsun. Sənə həmd olsun ki, bugün danışdın bizimlə. Öz yetərli lütfün haqqında danışdın. Və özünün nə etdiyin haqqında danışdın. Və bizə nəyi bəxş etdiyin haqqında danışdın. Qoru bizi. Qoru bizi öz adının izzətin üçün. Qoru burada olan hər bir insanı. Hər bir insan üçün vəsatət edirəm. Sənin verdiyin səlahiyyətlə. Kiçiyimizdən tutmuş,
ağsaqqallarımıza, ağbirçəklərimizə qədər Məsih, sənin adınla xeyir dua verir. Qoru burada olan hər bir insanı. Hər biri üçün dua edirəm. Mən bilmirəm onların sınaqlarını. Sən bilirsən. Sınaqlarından sən qalib çıx. Sınaqlarından sən ucalmış çıx. Sınaqlarında sən izzətlən. Və onların qulaqlarına pıçılda ki, lütfüm sənə yetər. Lütfüm sənə yetər. Çünki bu lütf yetərli lütfdür. Çünki bu lütf kamil olandan gəlib. Və verməli olan hər bir şey sənə vermişəm. Verməli olduğum hər bir şey sənə vermişəm. Və bunun üçün özüm tamamilə büsbütün yoxsullaşmışam. Axırıncı paltarıma qədər çıxarmışam. Sənin üçün hər şey etmişəm. Hər şey etmişəm. Gözlərin açılsın İsa Məsihin ismi ilə. Qulaqların açılsın İsa Məsihin ismi ilə. Ürəyin dəyişilsin İsa Məsihin ismi ilə. Amin.